Qazalarım hanım. Uy ay bala ne olur? Başladı, aynen başladı. Ne başladı bir de görür. Muharibedir, aynen muharebe. Ne? Muharebe? Ne danışırsan ay bala sen? Aynen, İstəmirdə torpaqlarımız işğaldan azad olunsun. O gün gəldi aynen eşidirsən, qısas günü gəldi. Mən də gedirəm torpaqlarımızı almağa. Telman, ay Telman, muharibedir, muharibe. Bilirəm, eşitdim. Oğlum, sən də gedirsən, hə? Əlbəttə ata. Ata, neçə gündür bu günləri gözləyirdim. Axır ki gəldi çatdı. Gedirəm torpaqlarımızı almağa ata. Ana qurban, özünü qoru. Anacan, özümü qorumağa getmirəm, vətənimi qorumağa gedirəm. Ölməyə yox, öldürməyə gedirəm. Yaxşı edirsən, oğul. Gel, vətənsiz qoyulmaz. Canım atan bağına, haqqımı sana haber edeyim, mən gedim. Hakkımız sen halal olsun oğlum. Biz seninle terk Ata, işaret. Koyma onu tepede. Koyma onu gözünü ev yoktur, mən geri dönməsin, bu işi vətən sağlar. Yaxşı. Hər şey yaxşı olur. Olsan. Sağ olun. Allah'a Sen emanet özünü olun. koru baba. Yolunu gözleyenin var. Sağ salamat gel, sağ salamat gel. Geldi. Gəldim, bilirsən. Hiç. Eski bağlarımızda isimleri. Üstüne çorap toplayacağım. Yaxşı edirsən. İndi yəqin ki orada havalar çok soğuk. Oğuldan da olsun. Bəlkə biz kəsən olur. Her yer yoktu bu devre. Cepheden bir haber yoktu sende. Yox, yəqin mənə gələr. Füzuli rayonunun Telman, aşağıdaki çok haber var. yaşayış məntəqələri işğalçılardan azad edildi. Qoç Əhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Allah şükür sana ayağa. Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edildi. Füzuli bizimdir, Qarabağlardır. Telman diyan hemen sen ters edeceksin. Söz. Bu dakika, bu dakika. Bilmirəm. Nə sözümü qəribə hiss edirəm.
kimsiz yurduma